Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Bakü stüdyosundan seslendiğimiz Azerbaycan'dan Haberler programında ben Özlem. Mən isə Ali. Hər birinizi salamlayıram, əziz dinləyicilər. Bugün 22 aprel, çərşənbə, Azərbaycan və bölgə gündəmindəki ən son haberlərlə karşınızdayıq. Ali, stüdyoya gelirken ajanslara düşen bir haber dikkatimi çekti. İran'la ilgili oldukça endişe verici bir başlık vardı. Nedir durum? Bəli, Özləm. Musavat qəzetinin xəbərinə görə gündəmimizin ilk maddəsi birbaşa qonşumuz İranla bağlıdır. Başlıq belədir. Tehran ayağa qalxdı, raket qurğuları şəhərin mərkəzinə çıxarıldı. Bilirsən ki, İran-İsrail arasında gərginlik son həftələrdə pik nöqtəsinə çatıb. Bu fonda İranın paytaxtı Tehranın mərkəzi küçələrinə hava hücumundan müdafiə sistemlərinin və raket qurğularının yerləşdirilməsi vəziyyətin nə qədər həssas olduğunu göstərir. Bir dakika, raket kurguları dediğin roket rampaları, fırlatma sistemleri mi demek? Şehrin ortasına bunları kurmak resmen bir gövde gösterisi. Bu durum Azerbaycan'da nasıl karşılandı? Sonuçta sınır komşusu. İnsanlar tedirgindir herhalde. Tamamilə doğru təxmin etdin. Raket qurğuları fırlatma sistemləri deməkdir. Və bəli, bu hadisə Azərbaycanda böyük narahatlıqla izlənilir. Sosial şəbəkələrdə insanlar bu görüntüləri paylaşaraq bölgədəki müharibə riskindən duyduqları qayğını dilə gətirirlər. Rəsmi səviyyədə hələlik bir açıqlama verilməsə də, sərhəd qonşumuzda belə bir hərbi hazırlığın olması təbii ki, bizim üçün də bir təhlükəsizlik məsələsidir. Hökumətin prosesi yaxından izlədiyi şübhəsizdir. Anlıyorum. Umarız gerginlik daha fazla tırmanmaz. Peki, ülke içine dönelim. Azerbaycan'ın kendi gündeminde neler var? Ölkə daxilində isə vətəndaş cəmiyyəti ilə bağlı narahat edici bir xəbər var. BBC Azərinin məlumatına görə tanınmış hüquq müdafiəçisi Samirə Qasımlının ölkədən çıxışına qadağa qoyulub. Yəni, xaricə çıxışına stop qoyulub. Samirə Qasımlı hazırda həbsdə olan və Abzas media işi üzrə təqsirləndirilən jurnalist Elnarə Qasımlının bacısıdır. Abzas medya işini daha önce de konuşmuştuk sanki. Bu bağımsız bir medya kuruluşuna yönelik bir davaydı değil mi? Şimdi de o davada tutuklu bir gazetecinin aktivist olan kız kardeşine yurt dışı yasağı geliyor. Bu durum Azerbaycan'daki sivil toplum ve aktivistler üzerinde bir baskı olarak yorumlanabilir mi? Təəssüf ki, bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatı bunu məhz bu cür qiymətləndirir. Abzas Media, hökumətin fəaliyyətini tənqid edən araşdırmaları ilə tanınan müstəqil bir platformadır. Bu iş üzrə həbs olunan jurnalistlər özlərinə qarşı irəli sürülən ittihamları rədd edir və bunu peşə fəaliyyətləri ilə əlaqələndirirlər. İndi isə onlara dəstək verən, onların hüquqlarını müdafiə edən bir ailə üzvünün ölkədən çıxışının məhdudlaşdırılması vətəndaş cəmiyyəti fəallarına bir mesaj kimi qəbul edilir. Azadlıq Radyosu kimi müstəqil media orqanları bu mövzunu yaxından izləyir. Anladım. Zor bir durum. Peki biraz da ekonomiye bakalım. Vatandaşın cebine, geleceğini ilgilendiren ne gibi gelişmeler var? İqtisadiyyat sahəsində bir-biri ilə əlaqəli iki önəmli xəbərimiz var. Birincisi, biraz ümumi mənzərə ilə bağlıdır. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının son proqnozlarına görə 2026-cı ildə Azərbaycanın iqtisadi artım tempi qonşu Gürcüstan və Ermənistandan bir qədər geri qalacağı gözlənilir. Bu ilginç. Genellikle Azerbaycan ekonomisi petrol ve doğal gaz gelirleri sayesinde bölgede hep daha önde olarak bilinir. Bu yavaşlamanın özel bir sebebi var mı raporda belirtilen? Bəli, hesabatda əsas səbəb kimi Azərbaycan iqtisadiyyatının hələ də neft və qaz sektorundan yüksək dərəcədə asılı olması göstərilir. Qeyri-neft sektorunun, yəni sanaye, kənd təsərrüfatı, turizm kimi sahələrin inkişafı istənilən sürətlə getmədikdə neft qiymətlərindəki dəyişikliklər birbaşa ümumi artıma təsir edir. Gürcüstan və Ermənistan isə bu sahələrdə daha çevik addımlar ataraq daha yüksək artım proqnozları əldə edə bilirlər. Və bu ümumi iqtisadi vəziyyət birbaşa vətəndaşın cebinə də təsir edir. Nasıl yani? Bu da bizi ikinci iqtisadi xəbərimizə gətirir. Azadlıq Radyosunun xəbərinə görə ölkədə problemli kreditlərin həcmi artıb. Yəni, vətəndaşların banklara olan borclar vaxtında ödəyə bilmədiyi borclar çoxalır. Buna cavab olaraq icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi müzakirə edilir. İcra memurları bizdekiyle aynı anlama geliyor sanırım. Yetkilerinin genişletilmesi ne demek? Borcunu ödeyemeyen vatandaşı ne bekliyor? Malına mülküne el koyma süreci mi kolaylaşacak? Bəli, eynilə sizdəki icra məmurlarıdır.
Səlahiyyətlərin genişləndirilməsi o deməkdir ki, borclunun bank hesablarını, əmlaklarını, avtomobilini tapmaq və üzərinə həbs qoymaq prosedurları daha da asanlaşacaq və sürətlənəcək. Bu bir tərəfdən bankların verdikləri kreditləri geri almasını asanlaşdırsa da, digər tərəfdən onsuz da çətin vəziyyətdə olan borclu vətəndaş üçün çox ciddi sosial problemlər yarada bilər. Ailələrin yeganə evlərini, maşınlarını itirmə riski artır. Ekonomiden çok daha sarsıcı toplumsal bir habere geçiyoruz sanırım şimdi. Bakü'de yaşandığı iddia edilen korkunç bir olay var değil mi? Təəssüf ki, bəli Özləm. Azadlıq Radiosunun yaydığı bu xəbər bütün ölkədə şok effekti yaratdı. Paytaxt Baküdəki məktəblərdən birində bir şagirdin sinif yoldaşını yandırıcı maddə ilə yandırdığı iddia edilir. Hadisə ictimaiyyətdə o qədər böyük rezonans doğurdu ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürdü. Aman Tanrım, bu ne kadar korkunç bir haber. İnanılır gibi değil. Çocukların durumuyla ilgili bir bilgi var mı? Ve bu olay okullardaki şiddet ve güvenlik meselesini yeniden alevlendirmiştir herhalde. Bəli, hadisə nəticəsində xəsarət alan şagirdin xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu bildirilir. Bu dəhşətli hadisə, dediyin kimi məktəblərdə təhlükəsizlik kameralarının işlək vəziyyətdə olub-olmamasından tutmuş, yeniyetmələr arasında getdikcə artan zorakılıq, yəni bullying məsələsinə qədər bir çox problemi yenidən gündəmə gətirdi. Valideynlər haqlı olaraq çox narahatdılar və təcili tədbirlər görülməsini tələb edirlər. Gerçekten çok üzücü. Umarız o yavrumuz bir an önce sağlığına kavuşur. Bugün yine hem bölgeyi hem de Azerbaycan'ı derinden etkileyen, kimi zaman endişelendirici, kimi zaman da üzücü haberleri konuştuk. Ağzına sağlık Ali, verdiğin detaylı bilgiler için. Təşəkkür edirəm Özləm. Gündəmi izləməyə və sizə çatdırmağa davam edəcəyik. Fason Radyo'da Azerbaycan'dan haberleri dinlediniz. Yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın. Sağ olun. Fason Radyo